Salam dəyərli şagirdlər, xoş gördük sizləri. Bu gün sizlərə mühüm Azərbaycan Dili Test Bankından isim bölməsini izah edəcəm. Başlayaq dərsimizə. Deməli, birinci sualımızda deyir ki, hansı isimlərin kökü feil olsa da feildən düzəlməyib? Diqqət eləsək, ə, axtarmaqdan, axtarmaqdan axtarış ismi, da isə yerli kal şəkilçisidir. Kökü feildir. Sifətli gün sifətindən günlük ismi. İkini seçərik. Kökü feildir, amma sifətdən düzəlib. Sürməkdən sürücü, sürücüdən sürücülükdən düzələn isimdir. Düzməkdən düzgün sifəti, düzgün sifətindən düzgünlük ismi. Burada da kökü feildir, amma sifətdən əmələ gəlibdir. Deməli, sürücülük sözünə də baxsaq, sürməkdən dedik sürücü ismi, sürücü ismindən sürücülük ismi əmələ gəlir. Bizə deyir ki, kökü feil olsa da kökü feildir. Feildən düzəlməyib deyirsə, üçü də seçə bilərik. Cavab oldu C variantı. İkinci sualda hansı cümlədə fərqləndirilmiş isim səhv yazılıb deyir. Bu bəzi hecalı isimlərdə son saytın düşməsi qaydasıdır. Ümumiyyətlə bilirik ki, deməli, ömür sözü ərəb mənşəli sözdür və bu sözdə ən məsuliyyət əmhal şəkilçisi qəbul etdiyi zaman kökdəki ikinci cədəki sayt düşür. Ona görə ömrüm sizin, mənim ömrüm düşübdür. Buradan sonraki i düz doğrudur. Sənin ömrün olmalıydı. Buradan sonraki ü düşməliydi. Cavab olacaq B variantı. Qalanları isə doğrudur. Ömürdən çıxışlı halda düşmür. Ömrü boyu öz ömrü ü məsuliyyəti ilə düşübdür. Bunlar qalanları doğrudur. Sonra üçüncü sualda hansı cümlədə fərqləndirilmiş söz təsirli haldadır deyir. Deməli, burada B variantıdır. Niyə? Deyir, bizə məktubu yazandan sonra gedib. Ümumiyyətlə, təsirli halda olan sözə biz bunu işarə əvəzliyini artıra bilirik. Yəni, bu burada olacaq işarə əvəzliyi, burada olacaqdır təsirli şəkilçisi. Bizə bunu yazandan sonra gedir. Məsələn, A-da dərs kitabı mənasında bu mənsubiyyətdir. Həyatı qalmaqalda keçib, onun həyatı mənsubiyyətdir. Onun günahı o idi ki, deyə bilirik deyə mənsubiyyətdir. Onun dostları ona tez-tez baş çəkirdi, mənsubiyyətdir. Sonra dördüncü sualda bizim binanın həyati nümunəsindəki şəkilçiləri ardıcılıqla göstərir deyir. Deməli, bilirik ki, şəxs vəzifələri məsuliyyətə görə dəyişmirlər. Deməli, istənilən halda bu yiyəlik şəkilçisidir. Biz bilirik ki, yiyəlik şəkilçisi mən və biz əvəzliyində formasında olur. Deməli, binanın həyəti dediyimiz zaman yenə yiyəlik, həyətdən sonraki mənsubiyyət olacaqdır. Deməli, olacaq hal, mənsubiyyət D variantı. Beşinci sualımıza baxırıq. İsimlərdə şəkilçinin qoşulma ardıcılığı baxımından uyğunsuzluq deyir. Deməli, yönlü kala xəbərlik qoşular düzdür, yiyəliyə xəbərlik qoşular düzdür, mənsubiyyət və yiyəlik ola bilər. Məsələn, özümün düzdür. Cəm şəkilçisi mənsubiyyət, şagirdlərim olar. Təsirli xəbərlik olmaz, çünki təsirli xəbər ola bilmir. Daha sonra əlaçı arzusu birləşməsinin birinci tərəfinin təhlilindəki səhvi tapın. Əlaçı bilirsiniz ki, əla sifətindən əlaçı ismi müəyyən yiyəlik haldadır. Ona görə elə A variantı səhvdir. Düzəltmə isimdir, düzdür. Başlanğıc formadadır, düzdür. Ümumi isimdir, düzdür. Qeyri-müəyyən yiyəlik haldadır, düzdür. 7-ci sualda yiyəlik halda olan isimlə başlayır deyəndə xəstə sifətdə olmaz, öz əvəzlikdə olmaz. Sən əvəzlikdə olun, cinsi saydı. Cavab olacaq C variantı. Gənclik sifətindən gənclik ismi düzəlib. Burada yiyəlik, gəncliyin gələcəyi üçün çox iş görməliyik deyəndə gəncliyin gələcəyi idəmində mənsubiyyət. Daha sonra doğru fikirlər istəyir bizdən. Bir də deyir, qeyri-müəyyən yiyəlik çalı söz heç vaxt müstəqil şəkildə cümləsi ola bilmir, amma qeyri-müəyyən təsirli çal tamamlıq ola bilir. Yönlük halda olan isimlərin tərəfində kökdə dəyişmə ola da bilər, olmaya da bilər deyir.
Burada e, deməli, kökdə məsələn müğənniyə formasında kökdə dəyişiklik varmı? Var. Amma kökdə dəyişiklik olmaya da bilər, bəli, bəzi sözlərdə. Ona görə ikini seçərik. Təsirli halda olan isim cümlənin tamamlığı və xəbəri kimi çıxış edə bilər. Təsirli hal xəbər olmaz. Ona görə 3 dəfdir. 1 və 3-ü çıxdığımız zaman cavabımız gəlir. 4-də deyilirlik halda olan sözlər təyinin ifadə vasitəsi olmasa da zəhvliyin ifadə vasitəsi ola bilir. Düzdür. Mesela Bakıda yer zəmliyi ola bilir, amma deməli təyin ola bilmir. Çıxışlı halda olan söz sifətlə əlaqəyə girə bilir deyir. E, Məsələn, çıxışlı halda olan söz sifətlə əlaqəyə girə bilir. Doğrudur. Məsələn, e, ondan idarə əlaqəsi var aralarında, bəli, əlaqəyə girə bilir. Daha sonra keçdik 9-cu suala. İsimlərdən biri sifətə düzəlməyib deyir. Baxaq. Bax, sən əvəzindən sənsiz sifəti, sənsiz sifətindən sənsizlik isti. Bu getdi. Burada sevməkdən sevimli, sevimlidən sevimlilik əmələ gəlir. Yenə də sifətdən əmələ gəlir. Döyməkdən döyüş, döyüşkən sifəti, bunlara döyüşkənlik ismi getdi. Vicdan, ismlər vicdanlı sifəti cavab elə yedir. Xəbərdən, xəbər sözün köküdür. Bu da xəbərçilik. Burada bəli, cavab elə budur. Çünki bu niyə olmaz əslində? Çünki vicdanlı sifətdir. Bizə deyir ki, isimlərdən biri sifətdən düzəlməyib. Ona görə cavab B variantıdır. Sonra 10-cu sualda deyir, verilən fikirlərdən hansı doğru deyil? Həm mənsubiyyət, həm də xəbərli şəkilçiləri şəxslə bağlı olur deyir. Baxsaq, bu doğrudur. Çünki mənsubiyyət də neçənci şəxsə aid ola bilir, hər hansı bir şəxsə aid ola bilir. Xəbərlikdə təsirli halda isimlər qoşma ilə işləyə bilmirlər. Bəli, təsirli qoş olmaya da bilər, düzdür. Sonra ə, D-də təsirli halda olan söz insan anlayışı bildirdikdə nə suala cavab verə bilmir deyir. Bu səhvdir. Qeyri-müəyyən təsirli halda olan söz insan anlayışı olsa belə yalnız nə suala cavab verir. Məsələn, tutaq deyirəm ki, oxucu və yaxud dinləyici çağırdılar. Əslində dinləyicini çağırdılar demək istəyir, deyirəm nə çağırdılar. Demək ki, qeyri-müəyyən təsirli çal insan anlayışı olsa da nə suala cavab verə bilir. Sonra 11-ci sualımızda deyir ki, bunun yesinə baxaq. Qeyri-müəyyən təsirli çaldılan sözü formaca dəyişərək yerini dəyişmək olar. Bu da doğrudur. Ə, Sonra hansı bir cümlələr yərik hallı isimlərlə başlayır deyir. Yalancıların səsi, deməli, bəli, yalanlar yalancılar, bəli, isimdir və yərik hal şəkilçisidir. Səsdən sonraki idə mənsubiyyətli bir qarının istəyi, bu da olar. Qarı bilirsiniz, həyat yoldaşı xanım deməkdir. İsimdir, ixtisasa görə. Ona görə ikini seçə bilərik. Evdəki sifətdir, yuxarı zərfdir, kəndli isimdir. Səhvlərin üsyanı bu da olacaq oldu. 1, 2, 5 var mı? Var. Y variantı. Sonra deyir, məsuliyyət şəkilçiliyi hansı isimlərin aid olduğu şəxs dəqiq deyil. Baxsaq, dünən qardaş qarşımdakı kitabları götürdüm. Burada isim hansıdır? Kitabları. Nəyi, onun mənası bu üçüncü şəxslədir. Bu şəxsi müəyyən edə bilir. Mən üzündə qəribə bir sıxılma hiss etdim, üzündə. Sən onun üzündə də hiss edə bilərsən. Sənin deyir ki, mən bir var deyir, sənin üzündə qəribə sıxılma hiss etdim. Ne var, onun üzündə qəribə sıxılma hiss etdim. Bu mənada iki şəxsə də aid ola bilir, dəqiq şəxsi məlum deyil. Gərək ona kitabımı da aparardım. Öz kitabımı, bu şəxsi məlumdur. Sonra dörtdə dəftərini unudub evdə qoymuşam. Sənin dəftərini, onun dəftərini. Əvvəldə iki dənə şəxsi də qoya bilirik şəxs əvəzini. Demək ki, hər bir şəxsə aid ola bilir. Sabah gələndə çiçəyini gətirəcəm. Sənin çiçəyini, onun çiçəyini yenə də dediyim üçün cavab olacaq 2, 4, 5.
Hansı isimlər cümlədə xəbər ifadə vasitəsi ola bilməz? Təbii ki, təsirli çalda işlənən sözlərə aiddir bu. Beyni sözünü seçməyəcəm, çünki beyin sözü deməli bədən üzvüdür və bədən üzvləri əgər ikinci cədəki yıldan sonraki il saytını itiribdirsə, demək ki, bu təsirli ola bilməz, bu mənsubiyyətdir. Çünki bədən üzvləri hal şəkilçi qəbul edəndə saytını itirmirlər. Ona görə də bunu seçməyəcəm, əyni seçməyəcəm. Ə, deməli seçəcəyik nəyi? Oğulu, çiyini, burunu. Demək ki, bunlarda əgər ikinci hecədəki sahiblər varsa, bunlar təsirli yal şəkildə cavab olacaqdır 1, 4, 5. Sonra 14-də deyir ki, verilən sözlərdə, çünki təsirli yal da xəbər ola bilmirdi, ona görə cavab 13-də oldu bu. Sonra verilən sözlərdən neçəsi düzəltmə isimdir? Biri əlaçıdır, yox, eliş düzəltmə olsa da yoxur sadədir. Biri şəhərlidir düzəltməsi. Xoşbəxtlik mürəkkəbdir. Soyuducu da ki, bir də soyuducudur. Soyumaqdan soyutmaq, bundan da soyuducu. 3 dənə. Daha sonra 15-ə baxırıq. Cənnət anaların ayaqları altındadır. İsmin hansı halındadır deyir sözlər. Cənnət adlıq, anaların yiyəlik, ayaqlarının altındadır deyir. Bu da qeyri-müəyyən yiyəlik. Bu isə yerlik. Adlıq, yiyəlik, yerlik varmı? Deməli, bizə deyir ki, sözlər, fərqləndirilən sözlər istəyir deyə. Biz üçünü seçəcəyik. Adlıq, yiyəlik. C variantı. O məktub göndərdi, amma məktub çatmadı. Qızım, get götür, ye. Deməli, cümləsindəki isimlərin hansı ardıcıllıqla işləndiyini tapın deyir. Burada isim bir məktub sözüdür, bir də məktub digər məktub sözüdür. O məktub göndərdi, yəni məktubu göndərdi, amma məktub çatmadı. Deməli, bu təsirlikdir, çatmadı. Nə üçün? Bu təsirsiz feildir. Demək ki, bunun əvvəlindəki söz təsirli çalda deyil. Amma göndərdidən əvvəl nə deyirik? Nəyi? Demək ki, bu təsirli feildir. O yandakı söz təsirli çalda olan, qeyri-müəyyən təsirli çalda olan sözdür. Biri təsirlikdir, biri adlıqdır. Ona görə cavab B-dir. Həm ümumi, həm də xüsusi isim kimi işlənə bilən sözlər cərgəsi. Burada sevilə görə anı çıxdı. Çünki sevilmək feildir. Sonra C-də nadiri çıxdıq sifətdir, D-də azadı çıxdıq sifətdir, Y-də də azadı çıxdıq sifətdir. Cavab olacaq B, sevda, cəsarət, xəyal. Bunlar adam adı kimi də işlənirlər deyə seçə bilərik. Hansı şəkilçilər ismin quruluşunu dəyişməyibdir? Əkinçilikdəndir sözündə, əkməkdən əkin. Buradakı birincisi quruluş dəyişib və ismi əmələ gətirib. Zaten bu düzəltmə isimdir, elə deyilmi? Ona görə də çi burada elektrik şəkilçi olsa da quruluşa təsir etməyib də yenə də düzəltmə olub. O görə ikini seçirik. Yenə lıq da eyni şəkildə, yenə quruluş olduğu kimi qalıbdır. Dan da eyni şəkildə, döv də eyni şəkildə. Deməli, bunlar ismin quruluşuna təsir etməyiblər. Sonra cədvələ əsasən uyğunluğu müəyyən edin. Fikir və hökm verib bir salxım sözü toplu isimdir. Deməli, salxım toplu isim deyil. Çünki bir salxımdan söhbət gedir. Qarğıdalıdır, salxımdır, nardır, meşədir. Bu kimi sözlər toplu isim deyirlər. Tək-tək salxımdan söhbət gedir. O cür bu yanlış olmalıydı. Sürü sözü isim və feil kimi quruluşda düzəltmədir. Baxsaq, burada bu doğru olmalıydı. Sürməkdən sürü belə gəlir. Deməli, sürməkdən sürmək deyili də var, sürməkdən sürü ismi də var. Sonra beyinli sözün aid olduğu haldakı isimlər qoşmalarla işlənir. Beyin sözü y-dan sonra i varsa, əgər baxın uşaqlar burada, demək ki, bu təsirli yaldır. Əgər y-dan sonra i olmasaydı, bu mənsubiyyət olub adlı qal olardı. Və təsirli yalda qoşma ilə qoşula bilmir. Ona görə də yanlışdır, elə yanlış da yazıldığı üçün cavab C-dir. Əhali sözü məzmunca təkdədir, xeyir, cəmdədir, ona görə yanlışdır. Sinfi sözündəki şəkilçini dəqiq müəyyən etmək olur, xeyir, olmur. Çünki sinif ərəb-fars mənşəlidir. Həm halda, həm də mənsubiyyətli sakini itirir deyə biz və C variantı. Sonra 20-də deyir ki, tellərini dolayır boynuma aid gecələr, mənim sirdaşımsınız gecələr, aid gecələr. Cümlənin təhlilinə aid olan fikirlər istəyir. Deməli, bir də deyir ki, gecələr sözlərinin hamısı isimdir və cəm şəkilçisi ilə işlənir.
Deməli, tellərini doluyur boynuma ay gecələr. Gecə zaman zərfidir burada, cəmcək işlənib. Gecələr, ay gecələr, burada gecələrə xitab kimi işlənib. Hamısı isimdir və cəm şəkilçisi ilə işlənibdir, deyir. Bir səhvdir, xitabdır çünki. Bu da iki zaten zərfdir. Sonra üç xitabdır, amma ifadə üsulu isimdir, yəni isim mənasında gecədir. Hamısı yəli deyil, bu da zərf olduğu üçün. Üç sözdə məsələ şəkildə işlənib, biri quruluşca düzəltmədir. Tellərini, gecənin telləri, məsələn, və yaxud da ki, qızın telləri, mənsubiyyətdir burada və sadədir. Sonra boynum, mənim boynum mənsubiyyətdir, sadədir. Sonra sirdaşımsınız, bəli, mənsubiyyətdir, düzəltmədir, düzdür, iki düzdür. Yiyəlik halda olan isim işlənməyən nümunə homonimliyi. Peki, yiyəlik halda olan isim işlənməyən nümunədə homonimliyi olan isim işlənir. Baxsaq. Məsələn, birinci misrada yiyəlik halda olan isim yoxdur. Homonimliyi olan isim işlənir. Baxsaq. Boynuma ay gecələr, bəli, bu isimdir və homonimliyi var. Üç də düzdür. Sonra. Peki, ikidə də var. Məni yiyəlik halda olan isim işlənməyən gecə. Burada da yoxdur axı. Burada da yoxdur yiyəlik halda olan isim. Burada da yoxdur. Amma birində homonimliyi olan isim işlənir, birində bu ay çağırış nidasıdır. Ona görə də deməli, bu fikir səhv götürüləcək. Niyə səhv götürüləcək bilirsiniz? İkisində də zaten yiyəlik halda olan isim yoxdur. Yoxdur deyə, burada mənim sözümdə yiyəlik hal əvəzliyə aiddir. Mən bunu seçə bilmərəm. Çünki birində var homonimliyi olan söz, birində yoxdur. Sonra, üç isim cəm şəkilçisi qəbul edir, ikisinin sifəti vəzifəsi yoxdur. Gəlin baxaq. Üç isim nə qəbul edibdir deyir, cəm şəkilçisi qəbul edibdir. Deməli, baxsaq, tellər, gecələr, gecələr. Burada bir tellərdir, bir də ikinci sırada gecələrdir isim olaraq cəm qəbul edən. Buradakı gecələr zərfdir. Ona görə də ikisinin sinnətlik vəzifəsi yoxdur. Baxsaq, bəli, bu sinnətlik vəzifəsi yoxdur. Bu ikisinin sinnətlik vəzifəsi yoxdur. Bunlar xitabdır. 4 də düzdür, 2 də düzdür. Məsubə şəkilçili sözlər fərqli hallardadır. Tellərini, bu təsirlikdir, bu yönlükdür, bu da adlıqdır. Bu da düzdür. Cavab oldu B. Sonra, hiləgər düşmən dilənçi adamı onların ordusuna göndərdi. Cümləsindən təhlili ilə bağlı doğru fikirləri seçin deyir. Baxaq, cümlədə cəmi 4 isim işlənir. Baxsaq, deməli, burada isimləri seçirik gəlin. Ordu, adam, dilənçi, düşmən. Dost, düşmən isimdir də bilirsiniz. Ona görə də bir düzdür. İsimlərdən ikisi adlı qaldadır. Hiləgər düşmən, dilənçi adamı onların ordusuna göndərib. Dilənçi adam. Düzdür. Düşmənlə dilənçi adlı qaldadır. İsimlərdən biri yiyəlik, biri isə təsirli haldadır. Adamı təsirlik, ordusuna yönlük, yiyəlik hal yoxdur. Düzəltmə isim feildən düzəlir. Burada düzəltmə isim dilənçidir. Burada belədir. Dil ismindən diləmək, diləməkdən dilənmək, dilənməkdən dilənçi. Bu düzdür. Feildən düzəlib də ən son baxın, ən son leksin şəkilci çidir, çidən əvvəldən düzəlir söz. Yəni feildən düzəlib, amma kökü dil ismidir. Fərqləndirilən söz formaca cəmlik bildirir. Baxsaq, ordusuna formaca yox, məzmunca cəmlik bildirir, çünki toplu isimdir. Formasında lallər yoxdur axı. O cavab olacaq 1, 2, 4 var, C variantı. Sonra 22-yə baxırıq. Deməli, 22-də deyir ki, Eyler diaqramda əsasən doğru fikirləri seçin. Baxsaq, beyin və şəkil sözünü verib bizə. Beyin bilirik ki, milli mənşəli sözdür. Yıldan sonra i varsa bu təsirli yazdadır. Şəklin sözü ərəb pas mənşəlidir.
məsuliyyət və ya hal şəkilsi qəbul edib etmədiyi bilinmir. Çünki hər iki halda ikidən sonra i düşür. O cür cümlədə xəbər kimi işlənə bilməz deyirsə, bunu sadəcə birə aid edə bilərik biz. Sonra aid olduğu halı dəqiqliklə demək olar, ikiyi də deyə bilərik, düzdür. Bu demək olmur çünki. Üçdə hal şəkilsi qəbul edəndə sakini itirir. Zaten hər ikisində sakini itirir. Bu şəkil sözü, amma beyin sözü itirmir, deyə ortaq deyil. Dördə baxırıq. Nəsbi şəkilsi qəbul edib, bu qəbul etməyib, bu qəbul edib, ona görə olmaz. Beşdə dedik ki, yiyəli çallı söz kimi düşünmək olar. Bəli, belə də düşünmək olar. Bu düzdür. Daim özündən əvvəlki yiyəli çallı söz tələb edir. Xeyr, yaxşı, bir ki, beş var. Bəli, C variantı. Bizim gözətçimiz bizi göz açmağı da qoymaz. Təhlillə bağlı doğru fikirlər istəyir bizdən. Baxsaq, isimləri seçirik. Gözətçimiz sözüdür. Göz açmaq frazoloji birləşmədir. Başqa ismi yoxdur. Bizdəki əvəzlikdir. Görülüş halda işlənən isim var. Deməli, A variantı səhvdir. Sonra B-də isimlərin hamısı quruluşda sadədir. Bir dənə isim var, o da düzəltmədir. Sonra isimlərdən biri qeyri-müəyyən təsirli çaldadır. Xeyr, bunu biz siz niyə təhlil eləmirik? Çünki göz açmaq frazoloji birləşmədir. Sonra göz açmaq deyirik. Yəni, genəldə başqa bir yerdə olur. Məsələn, qeyri-müəyyən təsirli çal kimi düşünə bilərik. Amma burada əgər bu frazoloji birləşmə kimi işlənibsə, frazoloji birləşmənin içi heç vaxt təhlil olunmur. Ona görə sən bunu seçə bilməzsən, deyəcəksən ki, yox, qeyri-müəyyən təsirli çalda olan isim. Sonra düzəltmə frazoloji birləşmənin içi heç vaxt təhlil olunmur. Bunu unutmayın. Düzəltmə isim adlı haldadır. Bəli, bu düz fikirlərdir. Adlı halda işlənən iki isim var, bir isim var. Sonra təmizlik şeh damlasında körpələrin üzündədir. Doğru fikir istəyir. Burada təmizlik, şeh, damla, bir də üz. Bunlar isimdir. İkisi yiyəli çaldadır, şehin damlasındadır. Biri yiyəli çaldadır. Adlı halda olan isim işlənməyib. Deyək ki, təmizlik yazılı haldadır. Vəzifə şəkilçili isimlərdən biri isimlə əlaqəli deyil. Deməli, bu doğru fikirdir. Niyə doğru fikirdir? Vəzifə şəkilçili isimlərdən biri isimlə əlaqəli deyil. Bax, biri budur. Körpələrin üzü, burada mənsubiyyət. İsimlə əlaqədə deyil, axı bu sifətlə əlaqədədir. Körpələrin üzü. Bunun arasında idarə və uzlaşma əlaqəsi var. Niyə? Üçüncü ismi birləşmədi deyə. Deməli, isimlə yox, sifətlə əlaqədədir. Sonra, isimlər quruluşca eynidir deyirsə, bu düzdür. Xəbərli şəkilçilik söz müstəqil cümlə üzvü kimi çıxış edir. Bu da düz düzümdədir. Hansı cümlədə ayrılıqda kim suala cavab verən isim cümlə daxilə nə suala cavab verir? Bu bizdən ya qeyri-müəyyən təsirli, ya qeyri-müəyyən yəliyyət istəyir. Adətdir ki, belə işlərdə müdir imzası əlçidir. Müdirin imzası. Burada deyəcəm, nə imzası? Müdir qeyri-müəyyən yəliç olduğundan burada nə suala cavab verir? Cavab oldu A. Sonra 26. Fərqləndirilən hansı sözün aid olduğu hal eyni anda ismə aid maksimum 3 qrammatik şəkilçi ilə işlənə bilər. Bu bilsiniz nə demək ki? Məsələn, isimlərə məxsus 4 dənə qrammatik şəkilçi var. Cəm, mənsubiyyət, hal, xəbərlik. Xəbərlik. İsmin deyir hansı halı bu 1, 2, 3 dənə qrammatik şəkilçidən maksimum 3 ilə işlənə bilir. Bax, diqqət eləsək, biri adlı qaldı ki, sadəcə 3 ilə işlənir. Çünki adlı qalın hal şəkilçisi yox. Biri də təsirli aldı sadəcə 3 ilə işlənir. Onun da xəbərli şəkilçisi olmur. Ona görə də biz buradan ya adlıq, ya da təsirli seçməliyik. Biz gərək kəndə görülüş hal hamısıyla işlənir. Sənin bu da getdi. Yiyəlikdir çünki hamısıyla işlənir. Sən gərək bu kitabı evdə bu hamısıyla işlənir. Məsələn, bax, şagirdlər, cəm, imiz, mənsubiyyət, dən, hal, xəbərlik, bax belə. Eyni anda 4 ilə də işlənir. Amma adlıqda iyi hal şəkilçisi yoxdur. Təsirli də xəbərli olmur. O görə maksimum bu 2 hal. Bir də qeyri-müəyyən yiyəli çal. Ki, hal şəkilçisi olmur. Mən inanıram ki, onu da bugün əfasında deyili seçilir. Çünki təsirli yaldı, xəbərli ola bilmir. Sonra, hansı cümlədə yanaşı işlənən isimlərin halları fərqlidir? Sirlərlə dolu həyat
həyat, sirlərlə dolu həyat, xəritəsi gizli saxlanmış xəzinədir. Xəzinədir, nə həyat, necə xəzinədir, xəritəsi gizli saxlanılmış. Burada demək ki, xəritəsi də mənsubiyyətli adlı haldadır, bu da adlı haldadır, bu eyni halda. Azadlıq ağacı bar verə bilməz. Deməli, burada isə bar verə bilməz. Nə azadlıq ağacı? Bu qeyri-müəyyənlik, bu isə mənsubiyyətli adlı halda cavab verdi. Ana borcu heç cür ödənilə bilməyən varlıqdır. Varlıqdır kim? Ana necə varlıqdır? Borcu heç cür ödənilə bilməyən. Yenə hər ikisi adlıq sayılır buna. Yəni, ananın borcu demirik də burada cümlənin məntiqinə, məzmununa uyğun olaraq xəbərdən sonra mübtədaya sual verib tapacağıq biz bunu. İnsan əməli ağac meyvəsi ilə tanınar. Məsələn, tanınar nə insan, nəyi ilə, əməyi ilə, əməli ilə. Ona görə bu da getdi, ikisi də adlıqdır. Yaz, günləri həyatla dolu olan gözəl fəsildir. Fəsildir nə yaz? Necə fəsil? Günləri həyatla dolu olan necə gözəl. Ona görə də bir dənə burada biri yiyəlik, biri adlıqdır. Sonra 28. Ulaq başı toz olur, üstü dolu qız olar. Toz olar, üstü dolu qız olar. Əyil dəsmalını götür, mən götürsəm söz olar. Bizdən doğru fikirlər istəyir. Şəxsi dəqiq olmayan adlı halda isim işlənibdir. Baxsaq, deməli, bizdən doğrular istəyir. Bulaq başı toz olar. Burada toz olmaq mürəkkəb feildir. Üstü dolu qız olar, qız olmaq mürəkkəb feildir. Dəsmalını götür, götürsəm söz olar, söz olmaq mürəkkəb feildir. Bu da adlı hallı. Bulağın başı. Burada bir də başı sözü də adlı halda olan isim. O da şəxsi bilinir də, yəni üçüncü şəxsdədir. Ona görə bir səhvdir. Birinci sıradakı isimlər ardıcıl olaraq yiyəlik, adlıq, adlı haldadır. Bulaq yiyəlik, bulağın başı. Baş sözü adlıq, toz olmaqla bərabər götürüldüyü üçün deməli bu da səhvdir. Biz o isim kimi təhlil eləmirik, o tozdur. Sonra nümunədəki isimlər müxtəlif hallardadır. Bəli, bunu seçə bilərik. Təsirlik hallı isim tamamlıq vəzifəsindədir. Dəsmalını nəyi götür, düzdür. Diğer çalda olan isim var, bunlar. Bəli, 2, 3, 4, 5. Sonra, yeni açılan kursa bacarıqlı müəllim axtarırdı. Nümunəsi ilə bağlı doğru fikirləri seçin. Baxsaq, isimlər müxtəlif haldadır. İsimlər hansılardır? Kurs, bir də müəllim. Müəllimi axtarırdı. Qeyri-müəyyən təsirli, kursa yönlük. İsimlər müxtəlif hallardadır, bu düzdür. Adlı halda isim kim sualına cavab verir? Xeyr, qeyri-müəyyən təsirlik olduğuna görə nə sualına cavab verir? İsimlərdən yalnız biri ismə aid bütün qrammatik şəkilləri qəbul edə bilir. Kursa sözü, bu düzdür. Çünki, bax, bayaq dedik, qeyri-müəyyən təsirlik hal bütün qrammatik şəkilləri qəbul edən bir məsələn. Burada heç hal şəkildə yox üzərində. Təsirlik halda olub nə sualına cavab verən isim var? Bəli, müəllim. Nümunədəki isimlər qoşma ilə işlənə bilərlər. Yönlük işlənər, amma təsirli işlənməz. Ona görə cavab olacaqdır 1, 3, 4. 30-a baxırıq. Hansı nümunələrdə, üzr istəyirəm, hansı ismi tələffüzünə əsasən həm adlıq, həm də çıxışı halda düşünülə bilər? Bu çantanı o vaxt qoca ilə görmüşdüm. Qoca ilə görmüşdüm. Bu zaman qoca olur. Deməli, adlı hallı isimləşən sifət. Deyir ki, isim. Bu da qoca sifəti, axı, bu getdi. Sən əvəzlikli getdi. Qaldı C-D'yi. Bunu dünən atamla almışdıq. Atam ilə almışdıq. Ata burada olur adlı. Atamla almışdıq, yenə adlı. Yay tətil nələmlə gedirik? Hə, yay tətilində yay tətil nələm ilə gedirik. Bu da yenə sadəcə adlıqdır. Elə düşünməyin ki, hər kəs qismətindən narazıdır. Bir var qisməti ilə narazıdır. Bu zaman adlıq olur. Bir də var qismətindən narazıdır. Qismətindən və hər ikisi məndən deyə tələffüz olunur. Ona görə də cavab olacaq. Y variantı. Yox, burada olmaz. Bir dəyə gözləyir. Qismətindən deyəndə, bax, qismətindən olur, qismətindən. Hər kəs qisməti ilə, qisməti ilə olur o zaman. Olmur, gördünüz mü? Nə gözəl çaşdırma məqamı gəldi burada. Bu olmaz. Burada bir dənə C-yə baxın, deyir, bunu dünən atamdan almışdıq. Bir var deyirəm, atamla almışdıq.
atamdan almışdıq deyirəm. Buradan o zaman adlı kaldadır. Deva deyirəm ki, biz bunu dünən atamdan almışdıq. Bunu kağıda düşünə bilirik. Cavab bəli, C variantı. Çox gözəl çatdırma məqamları gəlir bəzən. Ona görə mən bunları bu şəkildə sizə göstərirəm. Ona görə də biz testlərdə diqqətli olmamız lazım maksimum dərəcədə. Sonra 31-ci suala baxırıq. Hansı cümlələrdə müstəqil cümlə üzvü olmayan isim işlənib, isimdə işlənib? Bizim kəndə gələn qocalar ilk dəfə idi ki, buraları görürdülər. Burada isimlər kənd sözüdür. Hə, görürdülər kim qocalar, hansı qocalar bizim kəndə gələn. Bəli, kənd burada isimdə o müstəqil cümlə üzvü deyir, çünki tərkibin içindədir. Bir. Onun bugün gəlməsi müdirə əmin etdi. Kimin müdiri, nə? Onun bugün gəlməsi burada ayrıca cümlə üzvüdür getdi. Şəhərdən aralaşandan sonra dönüb geriyə baxdı. Baxdı, haraya geriyə, nə tərzdə dönüb, nə zaman şəhərdən aralaşandan sonra. Burada seçilir, şəhər burada isimdir, müstəqil cümlə üzvü deyil. Nədir orada? Hesbət tərkibinin içində zaman zərfliyi gedir. Sizin işlərin nəticəsini onlar bizə bildirəcəklər. Bildirəcəklər kimə, bizə, kim onlar, nəyi? İşlərin nəticəsində hansı? Yox, hamısı birlikdə gedir. Hə, elə gedir. Hansı sizin? Burada sizin işlər. Burada işləriniz olsaydı, bizim sizin əvəzliklə ifadə olan da birinci tərəf, ikinci tərəf məsuliyyət şəkilsiz işlənəndə deməli parçalana bilir demişdik. Yenə burada işlərin nəticəsi ayrı götürülür. Körpə uşaqlar insanları fərəhləndirir. Kim uşaqlar, kimi insanlarda da ayrı cümləsində cavabı oldu. Bir iştiraklar var. Sonra 32. Doğru fikri müəyyən edin. Yiyəlik halda olan söz heç bir halda müstəqil şəkildə cümlə üzvü ola bilməz. Niyə ki? Müəyyən yiyəcək cümlədə xəbər olur. Kitab, məsələn, baharındır. Təsirli çalı söz təsdiqlənən feil işlənən cümlədə işlənə bilməz. Xeyr, təsdiqlənən feildən əlaqəyə girə bilir də. Məsələn, kitabı gətir. Qoşma ilə işlənməyən hallar cümlə üzvü olaraq təyin kimi işlənə bilir. Məsələn, yerli çal qoşma ilə işlənmir, amma təyin olanmır. Təsirli halda işlənmiş isimlər insan anlayışı bildirsə də nə sualına cavab verə bilərlər. Bu artıq düzdür. Toplu isimlər deyil, bütün məqamlarda qrammatik baxımdan cəm hesab olunur. Qrammatik baxımdan yox. Məzmun baxımından. Beyin, oğul, ömür, könül, sinif sözlərindən üç hecalı, ikisi isə iki hecalıdır. Bu fikrə tabi olmaq üçün sözlərin hamısı hansı qaydaya əsaslanmalıdır? Sayıqla başlayan hal şəkilçisi qəbul etməlidir. Dostlar, yadda saxlayın. Məsələn, beyindir, oğuldur, könüldür. Bunlar milli sözlərin qaydasına tabidir ki, hal şəkilçisi qəbul edəndə kökdəki saytını itirmir. Ona görə burada olur, hal şəkilçisi qəbul etsə, beyin, 1, 2, 3 hecalı söz. Deməli, üçü də 3 hecalı söz olacaq. Hal şəkilçisi qəbul edərlərsə. Beynin, oğulun, könülün. Amma ömür nəsli hal şəkilçisi qəbul etsə də, məsuliyyət də qəbul etsə, fərqi yoxdur. İkincisi sait bitirdiyə ömrün olur. 2 hecalı olur. 2 dənə də 2 hecalı olur. Ona görə də 3'ü 3 hecalı, ikisi 2 hecalı deyirsə, ben saatlə başlanan hal şəkilçisi artırıb, sonra müəyyən edə bilərik. Sonra baxırım 34-cü suala. Deyir, təbiət varlıdır, üzr istəyirəm. Təbiət varlıdır, təbiət xəsis şeiri düşdü ağlıma. Təbiət deyir ki, lalə yanaqlar, vurğunun dediyi yaqut dodaqlar, gəldi gedər oldu qoca dünyadan. İsimlərin təhlilinə aid olan. Demək, isimlər seçsiniz uşaqlar birinci. Təbiət, lalə, yanaqlar, vurğun, yaqut, dodaqlar, dünyadan. Təyinlərin hamısı sifətin xüsusiyyətini daşıyan isimlərlə ifadə olunur. Gəldi gedər oldu. Nə yanaqlar, nə dodaqlar, necə yaqut, necə lalə. Hansı yaqut vurğunun dediyi. Təyinlərin hamısı sifətləşən isimlə ifadə olunmurdu. Burada vurğunun dediyi feil sifət tərkibidir. Ona görə də bir səhvdir. İsimlər adlıq, yiyəlik çıxışı haldadır. Təbiət adlıq, lalə yanaq adlıq, vurğun yiyəlik,
Dünyada çıxışlı iki düzdür. Sonra bütün isimler müstəqil şəkildə cümlə üzvünün ifadə vasitəsində səhvdir. Vurğunun dediyi fiili birləşmənin tərkibindədir. Sonra fərqləndirilən sözlərin hər ikisi isimdir. Yaqub Dodaq düzdür. Heç bir ümumi xüsusiyyəti daşımır deyir. Baxsaq, səhvdir. Yox dəqiqə. Düzdür. Yaqub da Dodaqda umumiliyi yoxdur. Morfoloji və sintaktik sualları fərqlənən isimlər işlənir. Düzdür. Yaqub da Dodaqdır. Məsələn, bunlar morfoloji sualları isimdirlər. Amma sintaktik sualı verəndə Yaqub burada təyin alacaq. Ona görə də bu da düzdür. Yiyəli çalda olan söz, çıxışlı çalda olan söz kimi söz birləşməsinin asıl tərəfidir. Məsələn, yiyəli çalda olan söz deməli, söz birləşməsinin asıl tərəfidir. Çıxışlı halda olan söz isə əsas tərəfidir. O görə bu səhvdir. Cavab oldu ki, 4-5 var. Var A. 35. Fərqləndirilən sözlərdə hansı şəkil kimi işləndiyini ardıcılıqla müəyyən edilir. Qızılı çantasında bütün əşyaları gəzdirərdi. Qızılı çanta, qızıldan qızılı, bu leksikdir. Qızılı çantasında gəzdirər, evdə qoymazdı. Qızıl sözün kökü ıvırda təsirlik. Təsirlik, leksik. Qızılı çantasında olar ya da barmağında onun qızılı. Bu da mənsubiyyətdir. Leksik təsirlik mənsubiyyət. Cavab oldu A. Qız atası ilə məktəb müdürünün otağına getdi. Rəsmdəki isimlər əsasən uyğundur. Qız əsasların müdür, bunlar isimlərdir. İsimlərdən biri müxtəlif anlamda düşünülə bilər. Baxsaq, 8-6 suallar bir düzdür. Çünki bir var, kimsə qız atası ilə məktəb müdürünün otağına gedir. O zaman qız adlı olur. Bir də var ki, qızın atası ilə mənasında, kimsə qızın atası. Bir də var ki, qız öz atası ilə məktəb deməli, müdirin yanına getdi. O zaman bunu həm adlı, həm yiyəli düşünə bilirik. Bir düzdür. İki ismin adlı halda olduğunu dəqiq demək olar. Bir bu atası sözüdür. Bir də atası sözünü dəqiq demək olar. Ona görə də 34-də bir sualda 36. Hə, 36 iki səhvdir. Üç ismin yiyəli çalda olduğunu dəqiq demək olar. Baxsaq, dəqiq demək olar. Bir məktəb sözünü, bir də müdirinin sözünü. İki ism yanlış istəyir deyə, yanlışlar deyə götürürük. Yönlü çal şəkilçinin söz vəsilə şəkilçisində qəbul edir. Otağına düz girdi. Burada yazıldığı üçün səhvdir. Cavab olacaq 1-3. Bizim Bakı səhərini seyr edirəm yenə mən. Duyuram ki, sərin yerdə dalğaların ətri var. Nümunədəki sözlərin təhlilinə aid deyil. İsimlərdən biri harasanla cavab verir. Baxsaq. Bakı səhərini isim, bu da Bakıdır, səhərdir. Yeldir, dalğalardır, bir də ətridir. Bizdə deyir ki, isimlərdən biri harasanla cavab verir. Baxsaq, 37-ci sualda deməli düzdür. Bakı harasanla cavab verir. Bir dəqiqə. Bizim Bakı səhərini seyr edirəm. Seyr edirəm. Nəyi? Bizim Bakı səhərini. Xeyr. Harasanla cavab verən söz var. Amma burada harasanla cavab vermir. Axı orada birləşmə daxilində nəyi sanla cavab verir. Onca bir səhvliyə yenə bir seçməliyik. Yəni seçirik amma düzgün variantı ikinci dediyim qədər. Həm müəyyən, həm də qeyri-müəyyən yiyəli çallı isim var deyir. Bakı səhəri. Bakı qeyri-müəyyən yiyəli çallı olan isimdir. Dalğaların isə müəyyən yiyəli çallı olan isimdir. Ona görə də bunu seçmirik. Sonra 3-də deyir ki, mənsubiyə şəkilçili isimlər fərqli hallardadır. Baxsaq, səhərili, bu da təsirlikdir. Bu isə adlıqdır, düzdür. Düzdür, amma yenə də eləmirik, seçmirik. Fərqləndirilmiş sözlərdə mənsubiyə şəkilçisi var. Bizim sözündə yoxdur, məsələ. Onca cavab olacaq 1-4. Sonra, klasterin boş kanallarını hansı fikirlər doldura bilər? Adlı hallı isim müəyyən yiyəli çallı isimdən fərqli olaraq adlı qaldı isim müəyyən yiyəli çallı isimdən fərqli olaraq cümlədə xəbər kimi işlənə bilər. Hər ikisi işlənə bilir də.
Birbaşa təsvirlənən feillə əlaqəyə girə bilir. Bəli. Məsələn, bir var, məsələn, mən səbin gətirmişəm deyə bilərəm. Yox, gətirmişəm nədir? Təsvirlənən feildir. Mən bura bir dənə üçün qoşması qoymasam əlaqəyə girəmir. Amma adlı fəal əlaqəyə girə bilir. Adil gətirdi deyirəm. Ona görə də ikiyi seçə bilərsən. Sonra adlı halda isim müəyyən yer çarəsində fərq olaraq qoşmalarla işlənib tamamlıq ola bilir deyir. Hər ikisi ola bilir də. İsmə aid yalnız 3 qrammatik keçid işləyə bilir. Yer çaldan fərq olaraq. Xeyr, adlı hal hamısı ilə işlənir. Ona görə də cavab olacaq D variantı. 39. Yox, əstəğfurullah. Adlı hal. Burada deyir ki, adlı hal. 3 qrammatiklər işlənir də maksimum bu düzdür. Çünki özünün hansı keçidi yoxdur. Amma burada nəyə diqqət edirsiniz uşaqlar? Müəyyən yiyəli çallı isimlər fərqli olaraq deməli, hədən ismə aid yalnız 3 qram. Müəyyən yiyəli çallı isimlər fərqli olaraq bu düz fikirdir. Bəli. Çünki müəyyən yiyəli çallı isim 4 dənə qrammatikin 4 ilə də işlənir. Qeyri-müəyyən işlənmir. Ona görə 2 və 4 doğru fikirlərdir. Biz fərqli olanı seçməliyik. Məsələn, 3 ortaq idi deyə seçməliyik. Oldu mu? Və yaxud da ki, 1 də ortaq idi deyə seçməliyik. Cavab oldu 2, 4. Sonra verilən fikirlərin hansı sözün təhlilinə aiddir deyir. Baxsaq. Ancaq bir məqamda isim kimi düşünülür. Məsuliyyət şəkilsiz qəbul edəndə sakini itirir. Fərqli qrammatik jərranalarda homonim kimi işlənir. Mənsubiyyət qəbul edəndə sakini itirir deyirsə, ancaq bir məqamda isim kimi düşünülür. Baxsaq. Deməli, mənsubiyyət qəbul edəndə sakini itirən demək olar çoxu var. Bu üçü də aid olsun deyir. Mənsubiyyət bu dedi, ancaq bir məqamda isim kimi düşünülür. Qoyun qucaq mənası var, bir də heyvan mənası var. Ən azı 2 məqamda isim kimi düşünülür. Ömür fərqli qrammatik aralarda ömür homonim olmur. Əyin homonim olmur. Sonra çiyin homonim olmur. Bağır olur burada. Bağırın bir də bir mənası var. Köksün mənasında bağır. Homonim də ola bilir. Bir feil kimi, bir də var köks mənasında. Bağırmaq feili var. Estağfurullah. Belə, qrammatik. Ona görə cavab 7. 40-da hansı cümlələrdə qrammatik baxımdan isim olsa da təyin edici mövqedə çıxış edən söz işlənir. İsimdə, amma təyinli cümlədə deyir yəni. Balaca qardaşım əlaçı şagirddir. Şagirddir kim qardaşım? Hansı balaca? Gecə əlaçı. Bax, burada balaca sifətlama əlaçı isimli cümlədə təyin olur. Biri seçərsən. Onun bu baxışı, üzr istəyirəm, onun bu yaxşı addımına heç kim diqqət etmədi. Burada yox belə bir söz. Diqqət etmədi heç kim nəyə, onun bu yaxşı addımına. Taxta qapının rəngi qaralmış. Qaralmışdır, nə qapının rəngi, hansı taxta? Taxta isimli ama burada təyin olur, onu çıxış eləyir. Çünki sifət dəyişikdir. Burada saxsı qablar, bu da olar. Saxlanılır, nə qablar, necə saxsı? Saxsı isimli ama burada təyin. Gözəl günlər bizi hələ də gözləyir. Gözləyir, nə günlər, necə gözəl. Burada da gözəl sifətdir. Cavab oldu 1, 3, 4 var, bu var. Sonra baxdıq 41-ə. Üzündə sonbahar, ağzında yaşmaq, sənin gözəlliyin solğun görünür. Səməd Vurğun. Cümlənin təhlilinə aid olan fikirləri müəyyən edin. Vəssalam. İkinci sırada maddi varlıq forması olmayan isim işlənir. Yəni demək istəyir ki, məcazi mənada hətta maddi var, yox, mücərrəd isim, üzr istəyirəm. Maddi varlıq kimi olan konkret isimlərdir. Gözəlliklər mücərrəd isimdir, bir düzdür. Sonra yer çalda işlənən isim yoxdur. Üzündə sonbahardır, ağzında yaşmaq, sənin gözəlliyin, sorğun, bəli, bu düzdür, yoxdur. Sonra, çünki sənin burada əvəzlikdir. Məsbə şəkilçili 2 isim var. Üzündə
Sənin üzün, daha yerlik, burada məsuliyyət var. Sənin ağzın, burada var. Sənin gözəlliyin, burada üçdür, bu getdi. Sifət ismi morfoloji xüsusiyyətini daşıyır. Baxsaq. Xeyr, burada sifət azdır ki, çoğul sözüdür. O da ki, ismi xüsusiyyətini daşımır. Hal şəkilçisi, bir dəqiqə, hal şəkilçili isimlərdə məsuliyyət şəkilçisi də var. Düzdür bu. 2, 5. Sonra, böyük arzuların şəfəqləridir vətən torpağında yanan hər işin. Aid olan fikirlər. Burada arzu, şəfəq, vətən torpağında bir də işin. Bunlar isimdirlər. Adlı kallı isimlərdən biri. Bu cür suallarda uşaqlar özü heç vaxt çaşdırmayın. Mənim kimi belə isimləri seçin, sonra da olan üzərində sadəcə işliyoruz. Deyək ki, adlı kallı isimlərdən biri müstəqil şəkildə cümlə üzvü deyil. Bəli, arzuların şəfəqləridir. Şəfəqlər cəm, məsuliyyətli xəbərlik. Adlı kaldadır, amma müstəqil üzv deyil da. Söz birləşməsinin daxilində bərabər xəbər gedir. Sonra, 1. Fərqləndirilmiş isim ümumilik bildirir, nə suala cavab verir? Vətən torpağı, nə torpağı? Bəli. Çünki orada qeyri-müəyyən yiyəlik çaldadır. Ona görə nə suala cavab verir, bir də ümumilik bildirir. Sonra H şəkilçili isim xəbəri şəkilçisi qəbul etməyibdir deyir. Niyə ki, şəfəqlər yox. H şəkilçilisi. Böyük arzuların xəbərini qəbul etməyib, torpağın xəbərini qəbul etməyib, axırına baxaq. Zəfli ifadə vasitəsidir. Böyük. Zəflik deyil, deyil, getdi. Aha, buradayım. Deməli, 34-də idik biz. Xeyr, 43-də idik, hə, deyirəm də. H şəkilçili isim xəbərli şəkilçisini qəbul etməyibdir. Baxsa, etməyib, zəfli ifadə xeyr. Burada vətən torpağında bərabər ola bilər harada zəflik olsa belə və yaxud da ki, torpaq daha zəflik olsa belə tək halda deyil də, birləşmə daxilində cümlə üzvüdür. Ona görə biz bunu seçməliyik. Cəm şəkilçili isimlərdə homonimliyi olan şəkilçilər işlənir. Biri xəbər rolundadır. Cəm şəkilçili isimlər, arzular və şəfəqləridir. Tək xəbər deyil də, ikisi birlikdə xəbərdir. Yenə də bu kimi seçmirik. Ona görə 1-2-dir cavab. Yərik və təsirli yalı müqayisə edirik və doğrunu istəyir bizdən. Bu halda olan sözlər əgər cəm şəkilçisi ilə işlənməyibsə, qrammatik baxımdan təhdədir. Bunu bu zaten bir hər ikdə yazılmalıydı da. Ona görə bu olmaz. Qoşma ilə bircə xəbərin ifadə vasitəsi kimi çıxış eləyir. 2 düzdür, çünki təsirli yal qoşma ilə işlənmir. Sonra insan və ya məkan anlayışı bildirən sözlər nə suala cavab verə bilərlər? Bu təsirliyə aiddir. Hər ikisi aiddir, qeyri-müəyyənlərinə aiddir. Düzdür. Sonra 4-də də deyir ki, təsviflənən feillə müstəqil şəkildə əlaqələnə bilir. Bəli, kitabı apardım. Düzdür. 5-ə baxsaq, təsviflənməyən feilə aid olub. Onunla bircə xəbər kimi işlənir. Xəbər ola bilmir. Cavab oldu. 3-dür. Elimizə bahar gəlir, sevincindən el şəhərə çıxır. Baxsaq. İsimlərin təhlilə aid olan fikirlər. 2 toplu isim işlənir. Biri eldir. Yox, əstəğfurullah. Burada elimiz obamızın arasında toplu isim deyil. Amma ikinci tərəfdəki el şəhərə çıxır. Burada toplu isimdir. 2 dənə yoxdur. İsimlər müxtəlif hallarda eyni məna qrupundadır. Elimizə yönlük, bahar adlı, sevincindən çıxışlı, şəhərə yönlük. Eyni məna qrupu. Eyni məna qrupu deyilir. Bir axı yer məkan bildirir. Biri nə bilim daha his bildirir, sevinç bildirir. Bu səhvdir. İsimlərdən deyir, birində bir leksik şəkilçi var. Baxsaq, sevinç sözü yadda saxlayın. Sevinməkdən sevinc əmələ gəlir. Ona görə bir leksik şəkilçi var deyirsə, 3 seçirik. Məsbə şəkilçili isimlər işlənibdir deyir. Baxsaq, bəli, sevincindən.
Dördü de seçtik. Bir de elimiz var. Sonra ben isimlerin hamısı qrammatik baxımdan təhdid deyir. Qrammatik baxımdan təhdid də bəli. Yəni məzmun baxımından orada elin ikinci mısradakı el topludur, cəmdədir. Ona görə cavab oldu Y. Sonra odun istisindən aralanmamış suyun soyuğundan keçir analar deyirsə, cümlənin təhlilinə aid olan fikirlər istəyir. İndi baxın. Yiyəli çaldı hallı sözlərin qrammatik mənaları eynidir. Odun istisindən aralanmamış. Odun sözü yiyəli çaldadır. Od burada od ocaq isimdir. Suyun soyuğu. Suyun burada yiyəlikdir. Bu da isimdir. O görə bir düzdür. Fərqləndirilən sözün nümunə daxilində ismin müxtəlif hallarında düşünmək olar. Odun istisindən. Bu sadəcə yiyəlik düşünə bilirik. Sonra 3. Şışıq hallı sözlərin tərkibinə görə təhlili eyni deyil. Aha, istisindən. Odun istisi, isti sözün kökü, sı mənsubiyyət, dal xəbərlik, soyuğundan, soyumaqdan soyuq, sı mənsubiyyət, dal xəbərlik. Bəli, eyni deyil. Üçü də seçə bilərik. Sonra isimlər yiyəlik və adlıq haldadır deyir. Baxsa. Odun yiyəlik çıxışlıqda var axı. 4 səhvdir. İsimlər isim birləşmənin asıl tərəfini təşkil edir. Bəli, odun istisi, suyun soyuğu. Üçüncü birləşmə asıl tərəf cavab oldu. 1, 3, 5 mi oldu? Bax, bəli. 1, 3, 4 deyil, 1, 3, 5 nədir? İsimlər yiyəlik və adlıq haldadır deyir. Baxsa. Hə, burada soyuğundan sözü axı soyuq sifətdir. Ona görə bu olmaz. 5-ə də bir daha baxaq nə idi? İsim birləşmənin asıl tərəfini təşkil edir. Odun istisi. Yox, odun istisindən aralanmamış, suyun soyuğundan keçir analar. Keçir kim? Analar. Nədən suyun soyuğundan? Nə zaman? Odun istisindən aralanmamış. Bu feili birləşmənin asıl tərəfidir. Ayrıca odun istisi ismi birləşmə ola bilər. Amma cümlə daxilində feili birləşmənin asıl tərəfidir. 5 olmaz. Bəli. Sonra ismin yiyəlik halında olan söz işlənən cümlədə. Yiyəlik halının özü və ona aid baxımından tam doğru fikir. Yiyəlik halında olan söz işlənən cümlədə deyir ki, isim ümumilik bildirir. Xeyr. Çünki bu qeyri-müəyyən yiyəlik olsa ümumilik bildirə bilər, amma müəyyəndə konkretlik var. Təsdiqlənən feil işlənər, ya təsdiqlənməyən də işlənə bilər də. Sonra mənsubiyyət şəkilçili söz işlənir, işlənməyə də bilər, xəbər ola bilər. Məsələn, tutaq ki, yiyəlik ol, mənsubiyyət olmaz. Qrammatik şəkilçili söz işlənmiş olar, təbii ki. Sonra hansı söz birləşir? Çünki özü artıq yiyəlik hallı söz, qrammatik şəkilçili söz işlənir də birbaşa. Sonra hansı söz birləşməsinin ikinci tərəfindəki sözdə əsasən demək olar ki, bütün isimlər qeyri-müəyyən təsirli çalda işlənmir. Deməli, dostlar, ikinci tərəfindəki sözə əsasən demək olar ki, bu bilirsiniz nədir? İkinci tərəfdəki sözün yanına təsirli feil qoyuruq. Hansına uyğun gəlirsə, demək ki, o təsirli çallar işlənir, hansına uyğun gəlmirsə işlənmir. Məsələn, birdə ölkəmizin sərhədləri, məsələn, deyirəm, genişləndirdik. Genişləndirdik nəyi? Bu təsirli çaldadır. Amma ölkəmizin sərhədləri genişləndirdik deyəmirəm. Ona görə də demək ki, bu qeyri-müəyyən deməli, təsdiqlənən feillə işlənmirsə, qeyri-müəyyən təsirli çalda işlənmiş sayılmır. Biri seçirsən, yurdumuzun qəhrəmanı yazdı. Məsələn, o məni yurdumuzun qəhrəmanı yazdı və yaxud da ki, gördük. Yurdumuzun qəhrəmanını gördük demək istəyirəm. Demək ki, burada olar. Dostluq nəğməmiz, zaten bu təsirli yalı ola bilmər. Qeyri-müəyyən təsirli necə olar? Dostluq nəğməmiz oxundu deyirəm. Oxundu da təsirsiz feildir. Təsirli feil qoşa bilmirəm. Sonra
Qatar sürücüsü gəldi deyirəm. Və yaxud da ki, düşündü deyirəm. Məsələn, qatar sürücüsü düşündü deyə bilirəm. Demək ki, bu təsirli yolda işlənə bilir. Və yaxud da ki, bu işə qatar sürücüsü düşünüldü deyirəm. Və yaxud da ki, düşündü də desəm yerə də burada təsirli feil qoya bilirəm. Saat demək ki, yerinə görə təsirli yolda işlənə bilər. Sonra yağış suları təmizlədilər deyə bilirəm. Bu da olmaz. Həmin müəllim gəldi deyirəm. Gəldi təsirsiz feildir. Təsirli feil qoyamıram. Yəni həmin müəllim formasında müəllimə mən təsirli eləyə bilmirəm. Ona görə də burada bir 3-6-da ikinci tərəfləri təsirli yolda işlədə bilmir. Sonra bax 48-də isə hansı cümlədə işlənmiş yəlik halda olan sözlərə əsasən demək olar ki, qeyri-müəyyən yəlik halda olan isim müstəqil şəkildə cümlə üzvünün ifadə vasitəsi ola bilər. Oğlan atası ilə məktəbə getmişdi. Müstəqil şəkildə cümlə üzvünün ifadə vasitəsi ola bilər. Deyir ki, oğlan atası ilə getmişdi. Kim oğlan, haraya məktəbə, kim ilə, atası ilə. Burada qeyri-müəyyən yəlik hal var, yoxdur. Nə deyir bizə? Qeyri-müəyyən çalılı söz müstəqil cümləsi. Bu ümumiyyətlə olmur axı. Mən təhlil eləyirəm ki. Heç biri yazır, çıxır gedir. Sonra klasterə əsasən doğru fikri seçin. Baxsaq klasterə. Deməli, burada klasteri siz necə eləyirsiniz? Bax, bir yazacağım. Bir də iki dənə cümlə var. İki dənə cümlədən biri nədir? Biri ilxıçılar atları otlağa apardılar. İlxıçılar atları otlağa apardılar. O biri nədir? Başqa cümlə var. Bir dənə cümlə var da. Buradan anlaşılır ki, bir də mən ancaq D-ni yaza bilərəm. Yox, iki də var. Bax, görək. Növrəsidir. Deməli ki, əslində belə olacaq. Klaster bilir, ya 1-ə D yazırsınız, ya 1-ə C, D yazırsınız. Ya da təkcə C yazırsınız. Görək, digər bu fikirlər hansına uyacaq. Deyək ki, məzmun cəmliyi olmayan isim işlənmişdir. Təsirli çal şəkilçili isim mövcuddur. İndi gəlin baxaq. Dedik ki, məzmun cəmliyi olmayan isim. Yəni demək ki, toplu məzmun cəmliyi, yəni məzmun cəmliyi olmayan bir isim nə deməkdir? Yəni toplu isim deyil, adi isim işlənib, təsirli çal şəkilçili ismi də var deyil. Baxsaq. Baxırıq birinci bu D-yə. İlxıçılar atları otlağa apardılar. Burada ilxı görsünüz toplu isimdir. Toplu var. Bizə deyir ki, məzmun cəmliyi olmayan isim işlənib. Təsirli hal şəkilçili isimdə mövcuddur. Bəli. Deməli, biz bunu hələ ki, bu variantda yaza bilərik. Bax, bu A-nı. Görək tam olaraq hansına uyğun olacaq cavabımız. B-də deyir, 3 isim işləmiş nümunədə isimlərin heç biri müstəqil şəkildə cümlə üzvünün ifadə vasitəsi deyil. Baxsaq. İlxıçılar atlara otlağa. Burada 3 dənə isim var. Amma hər biri də müstəqil cümlə üzvüdür. Araya, nəyi, atları, kim ilxıçılar. Ona görə də bunu biz D-yə yaza bilmərik də B-ni. Baxsaq görək C-yə yaza bilərik. Bünövrəsi dərin olmayan yerlərin mərtəbəsini 3 dənə isim olsun deyir. Bünövrə, yerlər, mərtəbə.
Üç tane ne var? İsim var. Öyle değil mi? Üç isim var. Ee, Hiçbiri müstakil şekilde cümlesi ifade. Baksa tehlikelidir. İçeridekiler tehlikelidir. Ne? Növrəsi olmayan yerlərin mərtəbəsini dəqiq artırmaq. Kim üçün? İçeridekilər üçün. Məsələn, təkbir cümlənin mübtədasıdır. Görürsünüz, üç tane isim var deyir. E, Deməli, üç isim işləmiş nümunədə isimlərin heç biri müstəqil şəkildə cümlə üzvünün ifadə vasitəsi deyil deyir. Bəli, müstəqil şəkildə ifadə vasitəsi deyil axı. Ona görə tutaq ki, bura mən e, B-ni də uyğun gördüm. Oldu. Sonra Y'də deyir ki, toplu isim işlənməyib, cəmdə olan sözlər işlənib. Baxsaq, toplu isim işlənməyib, cəmdə olan sözlər işlənib. Ama ilxıçılar ilxıdır da toplu isim. İlxıçı artıq toplu isim sayılmır axı. Bu artıq tək ismə çevrilibdir. Burada deyir ki, toplu isim işlənməyib, cəmdə olan sözlər işlənibdir. Bəli, atlar var. Deməli, mən bu yeni burada aid eləyə bilərəm. Görək B-yə aid eləyə bilərəm, C-yə aid eləyə bilərəmmi? Ceyhanı C. Bir əvvəl sərin olmayan yerlərin mərtəbəsini üçün təhlükə. Toplu isim işlənməyibdir, cəmdə olan isimlər. Cəmdə olan bir dənə isim var, isimlər yoxdur. Ona görə bura Y yaza bilmərik. Yaza bilməriksə bu variantı ümumiyyətlə ortaq olmur. Ona görə bu da getdi. C, A, B gedən variantımızda olmadığına görə bu da getdi. İki dənə qaldı. Hələ ki 1-ə D və 2-yə Y uyğun gəlir. Daha sonra F-ə baxaq. Adlı halda olan isim quruluşca düzəltmədir deyir. Baxsaq, adlı halda olan isim. İlxıçılar adlı haldadır və düzəltmədir, düzdür. Deməli, bura F-i də aid eləyəcəm. Y, F. Sonra G-yə baxaq. Sözlərdən ikisinin aid olduğu halda olan nümunələr təyin ifadə vasitəsi olmur. Məsələn, təsirli yal təyin olunur, yönlü çal təyin olunur. Düz G-ni də aid elə bilərəm. Bir də 2Y, F, C var. Bəli, bir də bu uyğundur. Bu sual daha çox miqlərə düşür bu şagirdlər. Ona görə bu sizi qorxuzmasın. Daha sonra keçdik 50-ci suala. Cədvələ əsasən uyğun fikirləri müəyyən edin. Baxsaq, mənsubiyyət şəkilçili ismin aid olduğu şəxs konkret deyil deyir. Baxsaq, isim təsirli çalda işlənir. Babanı bugün məktəbə çağırıblar. Sənin babanı. Bu dəqiq verir ki, deməli 50-də birdə sənin babanı dediyimiz üçün e, ikinci şəxs olduğunu bilirik. Amma ola bilər ki, o babanı bugün məktəbə çağırıblar. Bu zaman baba üçüncü şəxsdə də ola bilər, ikinci şəxsdə də ola bilər. Baxsaq, bir dəqiqə babanı deyir. Babanı çağırıblar. Sənin babanı. Bu ikinci şəxsdədir. Baba sözü ki, sənin baban mənsubiyyət, bu təsirli çal. Babanı çağırıblar. Yenə də baba sözün kökü, təsirli çal. Bizə deyir ki, mənsubiyyət şəkilçili ismi. Bu normalda üçüncü şəxslərdə düşünülə bilir bayaq dediyim halda. Amma bu zaman mənsubiyyətdə işlənmiş sayılmır. Baba olacaq bu zaman sözün kökü. Növ tikdirici, təsirli çal. Ona görə biz bu variantı seçənməliyik uşaqlar. Ona görə bu səhvdir. Mənsubiyyət şəkilçili deyirsə, bu sadəcə ikinci şəxsdə düşünülür. Konkretdir. Dəqiq deyil demək olmaz. Torpağında əkilən ağaclar artıq çəkir. Sənin torpağında, onun torpağında deyə bilirəm.
Deyəsən dərdini heç kim bilmir. Sənin dərdini heç kim bilmir. Deyirəm. Bir də var onun dərdini. İkisi də seçə bilərəm. Sonra mənfi şəkilçili isim təsirli çalda işlənib. Aynurun körpəsini, körpə burada sifətdir, getdi. Həyətin aşağısı, aşağı burada zərfdir. Ümidin sonu insan səbrinin meyvəsini göstərər. Deməli, mənfi şəkilçilidir burada meyvəsi, bir də təsirli yağ var. Cavab oldu 2-3-6. Bu qədər dəyərli dostlar, bu qədər işləməniz abituriyentlər üçün yetərlidir. Hələlik gələn izahlarımızda görüşənə qədər sağ olun. Allergiya ilə əlaqəli səsimdə tutulmuş ola bilər. Haqqınızı halal edin. İnşallah ki, anlaşılan olur.